Salam, hər vaxtınız xeyir olsun gözəl izləyicilərim. Kanalıma xoş gəldiniz. Bu gün də sizlərlə ağızda əriyən, yumuşaq, günlərlə qalsa belə boyatlamayan, naxşı itməyən, milli şirniyyatlarımızdan olan şəkərburanın hazırlanmasını, reseptini bölüşürəm. Reseptə keçməzdən öncə saniyənizi ayırıb abunə ol sözünə toxunaraq kanala abunə olub, videonu bəyənərək kanala dəstək olun. Keçək şəkərburaların hazırlanmasına. Qeyd edim ki, istifadə etdiyim bütün ərzaqlar otaq temperaturundadır. Ələnmiş 750 qram unun üzərinə çay qaşığının ucunda 4də 1 çay qaşığı duz, 1 dolu çay qaşığı şəkər tozu, çay qaşığı ucunda 4də 1 çay qaşığı maya, 1 paket vanil əlavə edib əvvəlcə quru ərzaqları qarışdırıram. Qarışımın üzərinə otaq temperaturunda yumuşalmış 250 qram yağ əlavə edirəm. Yağ ilə unu əlimlə ovaraq umac edirəm. Kənarda 150 qram xamanın üzərinə 2 ədəd yumurta əlavə edirəm. Yumurtanın biri bütöv, digərinin isə yalnız sarısını əlavə etdim. Xama ilə yumurtanı biraz qarışdırdıqdan sonra umacın üzərinə əlavə edirəm. Qarışımın üzərinə ilik halda olan 1 armudu stəkanı südü hissə-hissə az-az əlavə edirəm. Südü birdən-birə əlavə etməyin. Südü apardığı qədər əlavə etmək lazımdır. Ola bilər ki, südün miqdarı sizdə 2-3 yemək qaşığı artıq və ya əksi yaparsın. Xəmir həddən artıq nə yumuşaq, nə də bərk olmalıdır. Xəmiri yoğurub üzərinə örtüb 10-15 dəqiqə gözlədirəm. Bu arada içliyi hazırladım. İçliyi üçün təmizlənmiş fındığı ləpə çəkəndən keçirmişəm. Daha sonra üzərinə 300 qram şəkər tozu, 1 dolu çay qaşığı hil əlavə edirəm. İçliyi qarışdırıram. İçliyi artıq hazırdır. Biraz xəmiri dinləndirdikdən sonra xəmiri hissələrə bölürəm. Böldüyüm hissələrdən kündələr tuturam. Kündələrin dəqiq ölçüsünü bilmək üçün mətbəx tərəzisindən istifadə etdim. Mən 42 qramdan kündələr hazırladım. Siz istəsəniz 40 qramdan da tuta bilərsiniz. Elə olduqda şəkərburaların sayı daha artıq olacaq. Ümumilikdə bu reseptlə 31-32 ədəd 42 qramdan şəkərbura hazırlanır. Kündələri hazırladım. Hazırladığım kündələri salafan paketin içərisinə yığıram. Tutduğum ilk kündədən başlayaraq xəmir yayan əvəz edici bu taxtadan istifadə etdim. İşimizi asanlaşdıracaq bu taxta satışda da var. Belə sifarişlə də hazırlatdıra bilərsiniz. Kündələr sərgəli şəkildə, eyni ölçüdə yayılaraq 5-5 üst-üstə yığılıb salafanın içərisinə qoyulur. Elə yaydığımız ilk kündədən başlayaraq şəkərburanın içərisi doldurulur. Əvvəlcə adi gördüyünüz şəkildə su ilə şəkərburanın ağız hissəsinin kənarları su çəkdim. Çox yüngül formada, sudan çox istifadə etməyin və içərisinə 3 çay qaşığı içlikdən əlavə etdim. Şəkərburanın içərisini doldurarkən kənarlarına içlikdən dəyməməsinə diqqət yetirin. Gördüyünüz şəkildə əlin quru olmasına fikir versəniz, o zaman daha rahat, daha asan bağlanacaq şəkərburanın ağzı. Bu şəkildə əvvəlcə əlimlə forma verdim. Bu mütləqdir. Şəkərburaların gözəl formada, səliqəli şəkildə çıxması üçün İlkin bu formaları vermək mütləqdir. Daha sonra adi iynə ilə bir neçə yerinə teşməklədim. İçərisində hava boşluq qalmasın deyə. Xəmiri kündələdikdən ağzı bükülüb, üzəri bəzənənə qədər bütün etablarda paketin içərisində saxlanılması mütləqdir. Eyni qayda ilə digər şəkərburalarında içərisini doldurub hazır vəziyyətə gətirdim.
Gözəl izləyicilərim, çalışdığım qədər sizə daha aydın şəkildə izahını verirəm. Yenə də ərzaqların miqdarı videonun açıqlama bölümündə qeyd etmişəm. Oradan baxıb siz də bu reseptlə hazırlaya bilərsiniz. Reseptlə bağlı hər hansı bir əlavə sualınız olsa şərh bölümündə yaza bilərsiniz. Çalışdığım qədər cavablandıracağam. Mənim də sizlərdən xahişim, əməyə dəyər olaraq videonu bəyənin, kanala abunə olub bildirim zilini aktiv edin. Bütün şəkər buraların içərisinə doldurduqdan sonra kənarlarını bükürəm. Gördüyünüz şəkildə. Şəkər buraların hər birinin kənarlarını bükdükdən sonra bu formada naxış vururam. Siz də istədiyiniz şəkildə, istədiyiniz formada naxışlaya bilərsiniz. Şəkər buraların üzəri naxışlandıqdan sonra 10-15 dəqiqə gözlədilir, üzərinin naxışı qurusun. Belə olduğu halda bişdikdə naxışlar itmir. Artıq şəkər buralar bişməyə hazırdır. 130 dərəcədə isinmiş sobada nəzarətlə şəkər buraları bişirdim. Yüksək dərəcədə bişirmək olmaz. O zaman içərisi nəm qalır və şəkər burada göyərmələr baş verir. Gördüyünüz şəkildə artıq Novruz simvolumuz olan şəkər buramız da hazırdır. Hazırlayacaq olan hər kəsə nuş olsun. Qarşıdan gələn bayramlarınız mübarək. Dəyərli izləyicilərim, süfrələriniz hər zaman bol ruzi bərəkətli olsun. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşmək diləyilə. Hələlik.